Salam, mən Doktor Ayşən Xəlilova. Bugün çox aktual bir sual haqqında danışacağam. Süni intellekt həkimi əvəz edə bilərmi? Bu sual artıq gələcəyin yox, bugünün sualıdır. Çünki insanlar analiz nəticələrini əvvəlcə həkimə yox, ChatGPT-yə göndərir. Amma gəlin çox real danışaq. Süni intellekt tibbdə inqilabdır, yoxsa təhlükə? Videonun sonunda isə sizə praktik cavab verəcəyim. Süni intellekti necə istifadə edək ki, zərər yox, fayda versin. Süni intellekt bir robot həkim deyil. O nəhəng məlumat bazası üzərində çalışan bir sistemdir. Süni intellekt minlərlə MRT görüntüsünü analiz edir, diabet riskini hesablayır, dərmanların qarşılıqlı təsirlərini tapır. Klinik qərar dəstəyində kömək edir. Bu elə bil tibb üçün super sürətli kalkulatordur. Amma kalkulator riyaziyyat müəllimini əvəz etmir, sadəcə kömək edir. Süni intellektin güclü olduğu sahələr vardır. Elmi araşdırmalar göstərir ki, süni intellekt bəzi sahələrdə çox yüksək dəqiqlik verir. Radiologiyada şişlərin erkən aşkarlanması, diabetik retinopatiyalarda skrininq, kardiologiyada risk modelləri. Nature Medicine qeyd edir ki, süni intellekt klinik qərar dəstəyində həkimlərin səhv ehtimalını azalda bilər. Yəni bu ikinci bir gözdür. Amma süni intellektin edə bilmədiyi şeylər də vardır. Ən vacib hissə buradır. Süni intellekt heç vaxt tam reallığı göstərməz. Xəstənin emosiyasını anlamağı, ağrının arxasındakı həyatı görməyi, psixoloji vəziyyəti hiss etməyi, etik məsuliyyət daşımağı əvəz etməz. Və bir metafora deyim. Süni intellekt xəritədir. Həkim isə yol göstərən insan. Xəritə deyə bilər bura gedin. Amma xəstə deyir mən qorxuram. Xəritə ona cavab vermir. Həkim isə cavablandırır. Beynəlxalq Səhiyyə Təşkilatı deyir ki, süni intellekt səhiyyədə çox güclü vasitədir. Amma qərar verən və məsuliyyət daşıyan insan olmalıdır. Çünki süni intellekt səhv məlumatla yanılır, konteksti tam anlamır, fərdi xəstə hekayəsini bilmir və buna görə də human-centered healthcare nəzarət altına olmalıdır. Yəni insan yönümlü tibb nəzarətdə olmalıdır. Bunu necə praktikada istifadə edək? Süni intellekt həkimi əvəz etməyəcək, amma süni intellekt istifadə edən həkim, süni intellekt istifadə etməyən həkimi əvəz edəcək. Praktik yanaşma, analizləri süni intellektlə oxuya bilərsiniz. Suallarınızı cavab ala bilərsiniz, maariflənə bilərsiniz, amma diaqnoz və müalicə mütləq həkimlə birlikdə olmalıdır. Ən doğru formula isə budur. Süni intellekt və plus həkim, gələcəyin tibbi. Əgər bu mövzu sizə maraqlı idisə, şərhlərdə yazın. Sizcə süni intellekt gələcəkdə həkimləri nə qədər dəyişəcək? Videonu bəyənin, paylaşın və şərhlərdə boynunuza almağı da unutmayın. Siz analizlərinizi hər dəfə ilk olaraq həkiminizə yoxsa ChatGPT-yə göndərirsiniz. Özünüzə yaxşı baxın.